Bismillah. Bürclərin 24 marta ən düz proqnozu. 24 mart 2026 üçün bürclərin ən dəqiq gündəlik proqnozunu sənin üçün hazırladım. Bugün daha çox qərar vermə, yenilənmə və daxili gücünü ortaya çıxarma günü sayılır. Qoç, enerji yüksəkdir, amma tələskənlik səhvlərə səbəb ola bilər. İşdə diqqətli ol, yeni fürsət var. Boğa, maddi mövzularda sevindirici xəbər ala bilərsən. Pul axını yavaş-yavaş açılır. Əkizlər, ünsiyyət gücün artır. Yeni tanışlıqlar və xəbərlər həyatına rəng qatacaq. Xərçəng, daxili hisslərin güclənir. Vacib qərarı ürəyində qulaq açaraq versən, udacaqsan. Şir, sənin üçün diqqət mərkəzində olacağın gündür. İş və şəxsi həyatda yüksəliş enerjisi var. Qız, plan qurmaq üçün ideal gündür. Qarşıdakı günlər üçün düzgün addım atırsan. Tərəzi, sevgi həyatında canlanma var. Sənə qarşı hisslər açıq şəkildə göstərilə bilər. Əqrəb, gizli qalan bir məsələ ortaya çıxa bilər. Bu isə sənin xeyrinə olacaq. Oxatan, səfər, dəyişiklik və yeni qərarlar gündəmdədir. Risk etsən qazanc var. Oğlaq, işdə məsuliyyət artır, amma bunun qarşılığında uğur gəlir. Səbirli ol. Dolça, yeni ideyalar və planlar üçün çox güclü gündür. Yaradıcılığın zirvədədir. Balıq, biraz yorğunluq hiss edə bilərsən. Özünə vaxt ayır. Enerjini bərpa et. 24 martın enerjisi qərar vermək üçün güclü gündür. Pul və işdə tədricən yüksəliş başlayır. Sevgi həyatında açılımlar var.